Əvvəlcə Sima proqramını telefonumuza yükləyirik. Şəxsiyyət vəsiqəmizdən qeydiyyatdan keçdikdən sonra həmin o qeydiyyatımızı yaddaşa veririk. Sonra müəllimənin bizə göndərdiyi linkə daxil oluruq. Və həmin linkə daxil olanda burada yuxarıda sağda 3 dənə xətt var. Ora daxil oluruq, giriş eləyirik və valideyn kimi davam edirik. Burada yuxarıda yenə 3 xəttlə daxil oluruq. Buradan övladın şifrəsini təyin et. Burada görürsünüz övladın e-mail poçtu var və yeni şifrə yarat var. Yeni şifrədə həm böyük hərf, həm kiçik hərf, rəqəm və simvoldan ibarətdir. Yəni nöqtə, vergül belə qoya bilərsiniz. Uşağın şifrəsini də qeyd elədikdən sonra yenə buradan çıxış edirik və bu səhifəyə qayıtdıq. Yenə buradan 3 xəttlə seçirik, giriş edirik və bu dəfə şagirdi seçirik. Gördüyünüz kimi burada istifadəçi adı var. Həmin o şagirdə aid e-mail poçtu və şifrəni qeyd eləyəndən sonra davam edirik və burada yekunlaşır. Uşağınız artıq qeydiyyatdan keçibdir. Və orada uşağınızın adı, soyadı, oxuduğu məktəb və müəllimənin adı qeyd olundusa, deməli artıq sizin qeydiyyatınız tamamlanıbdır.